bilmirəm bilirsiniz yoxsa yox, transferlərin çoxusu taksitlə həyata keçir. Yəni məsələn bir oyunçunu alırsınızsa, o oyunçu tutaq ki, Gordona görə Barcelona 80 milyon avronu birdən-birə vermir. Bu hissə olur. 3 ilə, 4 ilə 20 milyon bir verilir, 20 milyon bir və belə-belə bölüşdürülür. Amma Atletico Madrid belə istəmir. Deyir, verirsənsə 150-ni, 150-ni bu dəqiqə doğ. Adam Barsanı istəyir. Adam PSG-ni istəmir. Arsenalı istəmir. Realı istəmir. Heç kim istəmir, ancaq Barsanı istəyir. Və özü də bildirib ki, mən komanda qalmaq istəmirəm. Burada Atletico Madridi iki seçim gözləyir. Ya Barcelona'ya buraxacaq Alvarez'i, ya da ki salacaq dubl heyətinə, yəni əvəzedici heyətə salacaq, oyunlara salmayacaq və adamın böyük maaşını verəcək. Argentina Futbol Federasiyası Atletico Madridin başına itin oyun açar. Çünki Alvarez kimi oyunçunu əvəzedici heyətə salıb onu oynatmamaq Argentina millisinə birbaşa təsir göstərə bilər. Çünki Lionel Messi böyük ehtimalla karyerasını bitirəcək millidə və Alvarez kimi oyuncu əsas fiqur olmalıdır o millidə. Və Alvarez kimi oyunçunun Atletico Madriddə start heyətdə oynamayıb əvəzedici heyətdə oynaması Argentina millisini dəli eləyər. Argentina milli komandasının nə bilim baş məşqçisi, Argentina Futbol Federasiyasının prezidenti Simeone-ni gəlib evindən çıxarar gecə-gecə.